Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Salam, hörmətli izləyicilər. Yenidən yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların, sosial müavinətlərin və müxtəlif təqaüdlərin yenidən artırılması ilə bağlı ən son və aktual məlumatları təqdim edəcəyik. Bəli, hörmətli izləyicilər, ölkədə sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmdədir. Bəs artımlar hansı tarixdən qüvvəyə minəcək və ümumiyyətlə hansı pensiya, sosial müavinət və təqaüdlərdə dəyişikliklər gözlənilir? Bütün bu suallara videomuzda ətraflı şəkildə aydınlıq gətirəcəyik. Bəli, hörmətli izləyicilər, rəsmi məlumatlara və gözləntilərə əsasən iyul ayının birdən etibarən bir sıra pensiya, sosial müavinət və təqaüdlərdə artımların həyata keçirilməsi nəzərdə tutulur. İndi isə gəlin baxaq, bu artımlar konkret olaraq hansı sahələri əhatə edəcək və hansı ödənişlərdə dəyişikliklər baş verəcək. Azərbaycanda minimum əmək pensiyasının artırılması məsələsi uzun müddətdir müzakirə olunur. Bildiyiniz kimi, hazırda minimum əmək pensiyası 320 manat təşkil edir. Bu barədə biz daha əvvəl də sizlərə məlumat vermişdik. Əmək pensiyalarının indeksasiyası zamanı bir çox pensiyalarda artım tətbiq olunsa da, minimum əmək pensiyası 320 manat səviyyəsində saxlanıldı. Bu isə cəmiyyətdə müəyyən gözləntilər yaratdı. Hazırda isə bu məbləğin artırılması ilə bağlı ciddi ehtimallar var. Gözləntilərə görə minimum əmək pensiyasının 320 manatdan 350 manata qədər yüksəldilməsi mümkündür. Yəni burada təxminən 30 manatlıq bir artım nəzərdə tutulur və bu dəyişiklik baş verərsə, minimum pensiya alan vətəndaşlar üçün müəyyən qədər rahatlıq yaradacaq. Bununla yanaşı, Azərbaycanda veteranlara verilən aylıq təqaüdlərin də artırılması məsələsi gündəmdədir. Hazırda veteranlara verilən təqaüdün məbləği 80 manat təşkil edir. Bu istiqamətdə isə iki fərqli təklif müzakirə olunur. Təkliflərdən birinə əsasən, bu məbləğin 150 manata çatdırılması nəzərdə tutulur. Digər təklifə görə isə veteran təqaüdlərinin 200 manata qədər artırılması mümkündür. Hər iki variant hazırda müzakirə mərhələsindədir və yekun qərarın hansı istiqamətdə olacağı yaxın dövrlərdə məlum olacaq. Eyni zamanda, iyul ayının birdən etibarən digər sosial müavinətlərdə də artımların ediləcəyi gözlənilir. Bunlardan biri də yaşa görə verilən sosial müavinətdir. Bildiyiniz kimi, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlara dövlət tərəfindən 65 yaşdan sonra 220 manat məbləğində sosial müavinət təyin olunur. Hazırda bu müavinətin məbləği 220 manatdır. Lakin gözləntilərə görə bu məbləğdə də artım olacaq və təxminən 30 manat artırılaraq 250 manata çatdırılması nəzərdə tutulur. Bu isə həmin kateqoriyadan olan vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərə bilər. Hörmətli izləyicilər, bununla yanaşı ölkədə minimum əmək haqqının artırılması məsələsi də aktuallığını qoruyur. Bildiyiniz kimi, hazırda Azərbaycanda minimum əmək haqqı 400 manat təşkil edir. Dövlət büdcəsinin gəlirlərində artım müşahidə olunduğu üçün bu sahədə də dəyişikliklərin ediləcəyi gözlənilir. Proqnozlara əsasən minimum əmək haqqının 50 manat artırılaraq 450 manata çatdırılması mümkündür. Yəni burada da əhəmiyyətli bir artım nəzərdə tutulur və bu xüsusilə aşağı maaş alan vətəndaşlar üçün mühüm dəyişiklik hesab olunur. Digər bir vacib məsələ isə ünvanlı dövlət sosial yardımı ilə bağlıdır. Bu sahədə də müəyyən qaydalarda dəyişikliklərin olacağı gözlənilir. Hansı qaydaların dəyişəcəyi, sosial yardımın hansı şərtlərlə veriləcəyi, hansı ailələrin bu yardımı almaqda çətinlik çəkəcəyi və hansı ailələrin daha asan şəkildə faydalana biləcəyi ilə bağlı ətraflı məlumatları növbəti videolarımızda sizlərlə paylaşacaq. Bu mövzu da kifayət qədər aktualdır və bir çox ailəni maraqlandırır. Millət vəkili Vüqar Bayramovun açıqlamasına əsasən, dövlət büdcəsinin gəlirlərində artımın olması bir sıra sosial ödənişlərin artırılmasına imkan yaradır. Xüsusilə pensiyalar, sosial müavinətlər, təqaüdlər və əmək haqları üzrə artımların gözlənildiyi qeyd olunur. Azərbaycanda statistik olaraq orta aylıq əmək haqqı hər il artım göstərir. Lakin bu artım əsasən yüksək vəzifəli şəxslərin maaşlarının artımı hesabına formalaşır. Sadə vətəndaşların maaşlarında isə bu artım o qədər də hiss olunmur. Məhz buna görə də minimum əmək haqqının artırılması daha çox zəruri hesab olunur.
Bu baxımdan minimum əmək haqqının 400 manatdan 450 manata çatdırılması gözlənilən dəyişikliklərdən biridir və bu barədə artıq müəyyən açıqlamalar da verilib. Yəni ümumi olaraq ölkədə həm pensiyalar, həm sosial müavinətlər, həm də əmək haqları üzrə artımların baş verməsi ehtimal olunur. Hörmətli izləyicilər, bütün bu sadalanan artımların əsasən iyul ayının 1-dən etibarən qüvvəyə minəcəyi gözlənilir. Əlbəttə, rəsmi qərarlar açıqlandıqca biz də bu barədə sizlərə daha dəqiq və ətraflı məlumatlar təqdim edəcəyik. Sonda isə sizlərdən bir xahişimiz var. Əgər bu cür məlumatlandırıcı videoların davamlı olmasını istəyirsinizsə, videonu bəyənməyi unutmayın ki, daha çox insan bu məlumatlardan xəbərdar olsun. Eyni zamanda kanalımıza abunə olun və bildirişləri aktiv edin ki, yeni videolarımız yayımlandığı anda dərhal xəbəriniz olsun. Diqqətiniz üçün təşəkkür edirik. Növbəti videolarda yenidən görüşmək ümidi ilə. Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.